Yaxşı ki işləmir. Bu nə pislik verir bu? Çox bərbad. Heç bəyənmədim. Heç bəyənmədim. Hər kəsə salam, YouTube kanalıma xoş gəlmisiniz. Bu günləri təkəm və qərib yoxdur, çünki xanımlara özəl bir video çəkirəm. Qısaca onu demək istəyirəm ki, mən illərdir Trendyoldan heç bir şey sifariş eləmirəm. Ancaq Temudan o da lazım olduqca, yəni belə bir bağımlılığım yoxdur. Ümumiyyətlə xaricdən çox sifariş eləməyi xoşlamıram. Adətən Sephora'dan falan nəsə almaq lazım olursa, özüm hansısa ölkəyə getməyəcəmsə, bizim İsmayla, Almaniya vloqunda gördüyünüz İsmayla, o Polşada yaşayır. Ona deyirəm, o alır, daha sonra isə gələndə, haçansa gələndə gətirir. Amma neynədim? Satıcı mesajları deyilən bir bölmə var. O bölmədə mənə bunu da alın kampaniyaya düşün, bunu alın endirimdədir, belə-belə mesajlar gördüm. Mən də düşündüm ki, bəlkə xanımlar belə mesajları görür, amma heç vaxt risk eləmək istəmir. Mən də onların yerinə risk edərək bütün mesajların hamısını aldım. İndi birlikdə baxacağıq görək bunlar nəymiş, hansı məhsullar imiş, necə istifadə olunmuş. O zaman getdik. Mən də həyecanlıyam. Deməli, birinci məhsulumuz Alex Avien. Qiyməti almışam 400 TL-yə. Belə kiçik paketləməsi var. Əslində mən bunu alanda, bunu daha böyük boy gözləyirdim, amma bu qədər, yəni çox kiçik, ovuca sığacaq qədərdir. İçində də belə heç kimin məncə istifadə etmədiyi bu çirkin saydığım bir fırçası var. Toz formasındadır və çox pigmentlidir deyə bilmərəm. Mən sifariş elədiyim rəngi idi. Yəni bu da o rəngdə əslində, amma bu şəkildə daha belə şey görünürdü. Daha gözəl, canlı rəng görünürdü. 10 üzərindən 3. Skin Essential markası. Çox bəyənirəm həqiqətən. Bəlkə də baxdığım, istifadə elədiyim bəzi bahalı məhsullardan çox daha yaxşı, çox daha keyfiyyətli, həm BB kremləri olsun, həm baxım məhsulları olsun, mən çox bəyənirəm. Qırmızı peelingdir. Neçə vaxtdır, yəni kargolar ayrı-ayrı gəldiyinə görə yığıb saxlamışam ki, birlikdə açaq sonra istifadə edeyim və çox maraqlıdır mənə ki, bunun nəticəsi necə olacaq. 280 TL-yə almışam. Çox ucuz. Deməli bu hyaluronik acid. Azərbaycan dilində nədir bilmirəm. Nəysə də siz başa düşdünüz. Hyaluronik asid türklər demişkən, tərkibində ondan var, su şəklində, maye şəklindədir. Rəng tonunu, cildin rəng tonunu bərabərləşdirir. Adətən gecə yatmamışdan öncə istifadə eləmək lazımdır ki, təmiz üzə istifadə eləmək lazımdır. Həm də tərkibində losyon var. Ona görə də mən düşünürəm ki, bu belə qan şəklindədir, görürsünüz. Düşünürəm ki, bundan bir nəticə görəcəyik. Çünki Skin Essential'ın bütün məhsulları həqiqətən çox keyfiyyətlidir. Düşünürəm ki, bu da keyfiyyətlidir. Axırda nə qədər pul xərclədiyimdə deyəcəm sizə, dəyərmi, dəyməzmi? Skin Essential'a 10 üzərindən 7 verirəm, çünki istifadə eləməmişəm. İstifadə eləmədiyim şeyə yüksək bal verə bilmərəm. İstifadə etdikdən sonra Instagramda sizə bölüşərəm bəlkə. Hər kəsin bir favori məhsulu var. Notun qələmlərini çox bəyənirəm, bilmirəm. Yəni qiyməti də yaxşıdır, ya da keyfiyyəti də yaxşıdır, yağlıdır. Mənim dodağıma çox uyğundur. Dodağıma, gözümə ancaq onu istifadə edirəm. Dedim ki, ay Arzu, ucuzdur, al yoxla. Çox ucuz. Mən burada Golden Rose'dan daha çox ekstra baha alıram yəni. Ki mən sizə onu deyim, mən belə çox makiyaj istifadə eləyim. Ay nə bilim, çoxlu hər gün make-upla gəzim. Yəni YouTube-da mənə baxanlar, izləyənlər bilir ki, Arzu Əliyeva heç bir yerə makiyajla getmir. Notun qələmi. İndi rənginə baxaq. Mən elə bildim korичневый rəngdir. Endirimdə idi. Görürsüz mü? Amma çox qəşəngdir. Sadəcə mən bu rəng dodaq qələmi istifadə eləmirəm. Pul vermişəm. Demək ki, bundan sonra istifadə eləyəcəm. 199 TL 81 qəpik. 200 TL-də, belə deyək. Və mən bunları birbaşa Azərbaycana sifariş eləyə bilmədiyim üçün çox təəssüflər olsun. Ona görə də Türkiyədən Expargo'nun kargo şirkətinə, oradan da Azərbaycana vurduğum üçün bunlara əlavə olaraq da kargo pulu ödəmişəm. Ona görə deyirdim sizə ki, axırda bunun qiymətini deyəcəm, görün dəyir, dəymir. Əlavə olaraq da kargo pulu, hardasa hamısına bir yerdə 50 manat kargo pulu ödəmişəm. Türkiyədən də kargo pulu ödəmişəm. Yəni biraz endirim adından heç mənə endirimli gəlib çıxmadı. Nəysə. Sırada çox dəxlisiz bir şey almışam. Dəxlisiz dediyim, bu videomuz ancaq kosmetik məhsullar olduğuna görə mən də düşündüm ki,
Imprime'ın Aura adında bir də Imprime. Tanıyırsınız Imprime markasını. Mən keçən il yox, ondan öncəki il, səhv eləmirəmsə, 2023 falan idi. Almışdım. Bir dənə parfümünü almışdım, Imprime'ın və çox bəyənmişdim. Əvvəlcə sizə onu deyim ki, mənim bir parfüm kolleksiyam var. Bu kolleksiyamda hər qiymətə, hər iyi olan, qoxusu olan, bəyəndiyim, yəni ürəyim getdiyi bütün parfümlər var. Yəni sırf bahalı parfümlər yığmıram. Yəni kolleksiyamda hər qiymətdən parfümlərimiz var. Bir gün onu da sizin üçün videosunu çəkərəm. Ona görə bu testerlər ikisi birlikdə endirimə düşmüşdü və mənim qarşıma çıxmışdı. Daha doğrusu bu endirimə düşüb qarşıma çıxmışdı. Üstünə də plus qoyub bunu qoymuşlar ki, ikisi bir yerdə səbətdə daha ucuzdur. Mən də dedim ki, bu Imprime'ın parfümləri çox yaxşıdır. Qiymətləri də, yəni böyük boylarının qiymətləri də çox yaxşıdır. Arzu, al bunu yoxla görək necədir. Yəni təsəvvür edin, ikisinə birlikdə 368 TL ödəmişəm. Birinci Aura'nı açaq. Bunlar firmanın bütün parfümlərinin testerlarıdır. Yəni hansı parfümləri, hansı iyi verirsə, testerları vasitəsilə öyrənirik və istədiyimiz parfümünü sonra böyük boyunu sifariş edə bilirik. Məncə çox məntiqlidir. Revue adında bir parfümdə yoxlayaq. İşləmir deyəsən. İşləmir. Oh, düzəltdim. Halal olsun mənə. Kişi parfümü verir bu. Bu kişi parfümü ola bilər bu arada. Bu kişi parfümüdür deyəsən. Bunu yoldaşıma verərəm. Bu nə qəşəngdir. Varenzo. Sabun, çiçək, belə yay ətri, belə təmizlik, fərahlıq iyi verir. Bunu bəyəndim. Bunu çox bəyəndim. Bunun adı Pluie. Bunu da barmağıma vurum. Da sən də işdədir. Bu mənim zövqümə xitab eləmir. Bu təmiz hindli görmüsünüz, tərtəmiz. Onlardan belə parfüm, sabun iyi gəlir. Bundan eyni o iyi gəlir. Bunu bəyənmədim. Lağdıq. İşdə. Bir dəqiqə mən bunu qırıb gəlirəm. Yaxşı ki işləmir. Bu nə pis iyi verir bu. Çox bərbad. Heç bəyənmədim. Bu qutudan Varenzo ilə bu Reveur'u bəyəndim. Reveur'u yoldaşıma verəcəm. Revenzonu da özüm istifadə edəcəm. Bu da bir seriyadır. Tester formasında belə. Demək, birincisi intern. Məndə olan Muse. Bu arada intern çox qəşəng iyi verir. Çox fərah iyi verir. Amma məndə olan Muse'dur. Muse'u üstümə vura bilərəm. Mikrofonuma getdi, amma mis gibi kokuyor. Mikrofondan da parfüm iyi gəldi. Qərib məni öldürəcək. Neyse. Üçüncü Flaner. Bu. Uşaq vaxtı evinizdə yanmış qənd, bişmiş qənd yemişsiniz, evdə özləri bişirən. Eyni onu iyi verir. Parfümlü yanmış qənd. Gözəlliyi var. Həqiqətən çox gözəlliyi var. Bunu bəyəndim. Sıradakı parfüm Perrier. Fransız dilində varsa, zəhmət olmasa mənə yazarsın necə oxunur bunlar. Özümü cahil kimi hiss eləməyim. Ağzıma dəydi. Bunun da iyi, çox qəşəngdir. Şirin qoxusu var. Odunsu, gecə parfümü kimidir. Ən çox indiyənə qədər iynədiklərimin içindən ən çox bəyəndiyim tester budur. Bu parfümdür. Yəni Muse'dan daha qəşəngdir. Sən inanarsınızmı? Sırada Antik var. Antik adında bir parfümləri var. Elə antika iyi verir. Bildiyiniz vintage dəsmal nənəmin saxladığı o cəhizlik dəsmalın iyini verir. Bu nədir? Horizon. Horizonu yoxlayaq. Əlimdə, hər yerimdə, evdə hər yerdə parfüm iyi gəlir. Bura vuraq. İşdə də. Püf, dərman iyi verir. Sistem zibil iyi. Bəyənmədim. Nə çirkin iyi var onun, püf. Bir var Mer adında. Onu da tatumun üstünə vurum. Mer də qəşəngdir. Baxın, adı belə yazılıb. Sıradakı Cherry. Fransız dilində Cherry. Bunu da bura vuraq. Bundan bildiyiniz, bilsiz nəyə gəlir?
Yayda Central Parkda falan oturanda otlar belə yaş otlardan iyi gəlir gecə vaxtı. Eyni onun iyi gəlir. Arasında da elə bir qızıl gül yarpaqlarını sulamısan, qızıl gülün yarpağı oje solmuş kimi olub. Eyni onun eyni gəlir. Yəni 3 dənə parfüm bəyəndim burdan. Yenə də alıb yoxlaya bilərsiniz. Məncə çox yaxşıdır. Hətta parfümə çox pul vermək istəməyən insanların, amma parfüm qalıcı olsun və qəşəng iyi versin deyə düşünən insanlar üçün məncə ideal bir paketdir. Qiyməti də çox ucuzdur. Heç bundan sonra parfümünü almaq istəməsəz belə, bunun içindəki parfümlərlə məncə yetərincə bir vaxt istifadə edə bilərsiniz. Onun üzərindən 7 verərəm, çünki bəzi parfümləri həqiqətən çox qəşəng geyinir. Bu arada siz də bunu edirsiniz, paketləri görəndə. Keçdik sıradakı. Sıradakı məhsul Krimko. 2 dənə məhsulunu almışam. Bir nəmləndirici kremini, bir də lip balmını. Dodaq balmını və nəmləndirici, aydınladıcı kremini almışam. Deməli, dodaq balmına, nəmləndirici dodaq balmına 174.13 lirə. Krimkonun nəmləndiricisinə isə 231.23 lirə vermişəm endirimlə. Məncə çox ucuzdur. Ümumi 435 TL almışam. Yəni 16 manata almışam. Yanında sağ olsunlar mənə 2 dənə tester göndəriblər. Biri Hyaluronic Acid Peptid Serum, biri də ki mənim aldığım bu nəmləndiricinin serumunu. Alacağım məhsulların hansı ki markaları tanımıramsa, onlar haqqında biraz araşdırma edirəm. Krimkonun vegan bir marka olması mənim çox xoşuma gəldi. Çünki vegan markalar bilirsiniz ki, heyvanlar üzərində heç bir təcrübə aparmadan, tərkibində heyvani maddələr istifadə edilmədən, yəni hazırlanır. Bu da bizim üçün, heyvansevərlər üçün super bir fikirdir. Mən çox bəyəndim. Deməli, bunun baxın forması belədir. Ağzı da silikondur. Silikon ağızları və dəmir ağızları sevirəm. Ona görə dəmir ağızlı bir şey sifariş eləmişəm. Ağzına baxaq. Hop. İndi bunu dodağıma vurmayacağam, əlimdə yoxlayacağam. Yumuşaqdır. Demək, silikon ağızlığından istifadə eləmək də çox daha yumuşaq hiss verir. Yəni bunu bəyəndim. Rəngini də sizə göstərim. Görürsünüz nə qəşəngdir rəngi. Ümid edirəm ki, görürsünüz. Rəngi çox qəşəngdir. Şaftalı çiçəyi rəngidir. Yəni və parlaqdır. Bir də yapışdı, amma çox deyil. Daha çox kremsi. Qiymətinə görə çox yaxşıdır. Amma içində çox bir məhsul olduğunu düşünməyin. Çünki yəni bu boydadır. İçi də deyək ki, bu boydadır. Bu qədər var içində sadəcə. Amma istifadəyə dəyər. Yəni qiyməti ucuzdur. 5-6 dənə alıb istifadə edə bilərsiniz. Nə yazılıb? Nice to meet you yazılıb. Mən də çox şad oldum. Deməli, bu nəmləndirici deyir ki, bəs sən istifadə edirsən, mən sənin üzvü tam nəmləndirirəm və 24 saatda sənin üzvü nəmli saxlayıram. Yəni bunu yoxlamaq istəyərdim, amma üzüm hal-hazırda nəmləndirici istifadə etməyə yararlı deyil. Yəni içi polnu doludur və böyük. Yəni çox böyük qab deyil, amma yəni bu mənə çox yetərlidir. Çünki mən tək bir nəmləndirici istifadə eləmirəm. Səbəbi də odur ki, mən üzüm çox qurudur. Yəni mənim üzüm o qədər qurudur ki, nəmləndiriciliyi əlimdə yoxladım indi. Mənim dərim çox qurudur, ekstra qurudur. Yəni mən sizə deyim ki, hər nəmləndirici mənim üzümdə nəmli qalmır da, yəni. Bu da çox nəmli saxlamır. Əlimi belə nəmləndirmədi çox. Zəif nəmləndirdi və sulu, nəmli effekti var. Çox da belə wow, üzüm yumşaqdır, fərahdır deyil. Kiko məhsullarını sevirəm. Kikonu sevirəm. Mənə göndərdikləri məhsul da budur. Qırılıb elə bil. Hər dəfə qapağını bağlayanda qırılır desəm inanarsınız. Baxın. Görünür burada. Nəysə. Bu gözüstü baz olaraq istifadə edəcəm. Konsilerin üstündən bunu vurub sonra başqa bir rəngi vuracağam. Onda gözüstü neytrallaşır deyə altın üstündəki ten daha yaxşı bəlirgin olur da, yəni daha yaxşı görünür. 257 TL Kikon qiyməti. Yəni görürsüz. Daha çox belə qolumda da yoxlayım. Tam bir kölgə rəngidir və məncə çox qəşəngdir. Dəqiqə. Baxın. Kölgə rəngi, sadə, nude. Pigmenti yaxşıdır, qalıcılığını deyə bilmərəm.
Pigmenti yaxşıdır amma. Rahat dağılır əsas odur. Toz formasında olmağına baxmayaraq. Bəzi ten məhsullar bilirsiniz ki, toz formasında olur və gözə vuranda buradan belə uçur, tökülür, eləyir. Bunda elə bir şey görmədim. Sırada kremi məhsulları var. Məhsulu daha doğrusu. Bu da bir balmdır. Krimkoya çox oxşuyur. Amma bu daha böyükdür. Milka oxşuyur, roda oxşuyur. Nəysə. Ağzı dəmir formasındadır. Rəngi çox qəşəngdir. Dodaqları yumuşaq hiss elətdirir. Çox yapışqanlığı yoxdur. Çox bəyəndim və o qədər gözəl ətri və dadı var ki, çox qəşəngdir. Bunu almağa dəyər. 220 TL. Çox yaxşıdır. Sıradakı məhsul qutumuz The Seal'dır. Gördüyünüz kimi nə qədər böyükdür və nə qədər ağır olduğunu sizə deyim. Bir ədəd The Seal göz nəmləndiricisi. Mənim üzüm nə qədər qurudursa, gözüm də bir o qədər qurudur. Çünki mənim gözaltlarım, məndə yuxu problemi var. Ona görə gözaltı nəmləndiricilərim var. Kiko'nun baz stikləri falan belə şeylər var idi. Mən sevdiyim gözaltı nəmləndiricini Özbəkistandan almışdım. Misha'nın gözaltı nəmləndiricisi idi. O bitdi. Heç də tapmadım ondan. Ona görə bunu yoxlamaq qərarına gəldim. The Seal markası haqqında qısaca onu deyim ki sizə. Bütün yığılan pulların hamısı, yəni satışdan qazandıqları bütün pulların hamısını onlar heyvanlara və uşaqlara verirlər. Yəni onların bir qurumları var, heyvanlara və uşaqlara yardım yerlərinə, fondlara verirlər. Ona görə onlara xərclənilən bütün pulları dibinə kimi dəyər. Ona görə də mən bu məlumatı biləndən sonra daha çox şey sifariş eləməyə çalışdım. İnşallah ki, onların bu elədikləri gözəl şeyləri digər markalardan da görərik. Okay, bu The Seal markasının göz bazıdır. Bunun üstündə belə bir dəmir şariki var. Baxın, buradan sıxırsan krem formasında. Bu bazla gözünün altına belə-belə eləyirsən. Baxın, kremi çıxdı. Çox az krem çıxır. Bu o deməkdir ki, qənaətlə istifadə edə bilirsən və bunu xaladelnikdə saxlayırsan bir müddət, amma aşağı hissəsində soyuducunun. Dəmir soyuyur və gözün altına fərəhlandırır və şişlikləri, qırışlıqları zada azaldır. Sadəcə içində çox az olduğunu deyə bilərəm. Yəni bu buradan başlayır da baxın. Amma olsun. Bunu yoxlayıb sizə bunun haqqında deyərəm. Necə bir təəssürat bağışladığını mənə. İndi heç nə deyə bilmərəm. Digər məhsulumuz Body Gel. Sadəcə bu gelin bir fərqi var ki, bu bədən sıxılaşdırıcıdır. Verdiyi vədi yerinə yetirir. 250 millidir. Bunu istifadə edəcəm. Daha çox ayaq hissələrimə, ayaq nahiyələrimə, bir də qollarımın arxa hissəsinə istifadə etmək istəyirəm. Əgər təsiri olsa, mən sizə deyəcəm ki, bundan sonra bunu alırıq, bunu istifadə edirik. Hep birlikdə qızlar arxılayırıq da yəni. Amma hələ heç bir fikrim yoxdur bunun haqqında. Biberiye yağı, saç serumu. Bilirsiniz ki, saçları uzadır, saçları canlandırır və daha çox yumşaldır. Bu belə biberiye suyudur. Çimib çıxandan sonra nəm saça istifadə edirsən. İynə baxaq. Parfümlüdür, qəşəngdir. Hər yerə parfüm vurmuşam ondan da bilmirəm, amma parfümlü iyi gəldi, yəni havadan. Fresh iyi gəldi. Bunu almışam, bunu yoxlayacağam. Bunun qapağı yoxdur, bəyəm. Qapaqsızdır bu. Bu qapaqsız imiş, belə gəlibmiş. Amma digərinin qapağı var, çox qəribə. Yox, olsun qapaqsız. Bu Nioli suyu imiş. Bunu bədənimizin hər bir yerinə vura bilirmişik və yaxud da ki, alt paltarlarımıza vura bilirmişik. Təmiz təravət verilmiş və mikrobları qırdığı üçün paltarlarda bədəndən iyi gəlməsinin qarşısını alırmış. Belə bir sudur. Bunun iyinə baxmaq istəyirəm. Yəni iyi var deyə bilmərəm. Bildiyiniz dərman iyi verir. Necə parfümlü sudur, mən bilmirəm. Nioli suyudur yəni. Sırada isə bu əl kremi var. Bu hidrogel əl kremidir və mənə bunu hədiyyə olaraq göndəriblər. Gördüyünüz kimi tam boydur və bunu mənə hədiyyə göndəriblər. Sağ olsunlar. Yəni normal nəmləndirici əl kremidir. Görürsüz? 3 dənə məhsul almışam deyə bu boyda məhsulu mənə hədiyyə ediblər. Mən onlara dərin təşəkkürlərimi bildirirəm. Heç kəs mənə hədiyyə vermir. Ancaq Sephora da bu boyda tester verir. Nəysə, bunların qiymətlərini deyim sizə. Hamısına bir yerdə 930 TL vermişəm. Tək-tək demək istəyirəm sizə qiymətlərini biləsiniz. Deməli, bu 269 TL 72 sentdir. Yəni 272 sentmi? 270 TL'dir bu. Bu 251 TL'dir. Bu 208 TL 6 qəpik. Bilmirəm ona nə deyim. Bu da
201 TL 6. Sıradakı məhsulumuz isə görürsüz də bitmək bilmir. Bu videonu mən editləyib neçə dəqiqə salacağam heç bilmirəm. Çox danışmışam özdə. Sıradakı məhsulumuz Misha'dandır. Candy adlı bir Misha markasını çox bəyənirəm. Çünki çox şirin qablaşdırmaları var. Baxın. Çox şirin deyil. Bu deməli gördüyünüz kimi bir glossdur. Çox pigmentli. Çox pigmentli. Amma rəngi şirindir. Biraz gloss, biraz tint effekti verir. Baxın. Görürsüz? Şaftalı tonları, qırmızı tonlar, isti tonlardır rəngi. 261 TL. 260 TL 90 kuruş. Kuruş. Yes, kuruş. Verdiyi vədi yerinə yetirir. Nəmlidir, yumşaqdır, getmir, dodaqda qalıcılığı var. İyi də qəşəngdir. 10 üzərindən 10 düşür buna. Qiyməti də yaxşıdır, hər şey yaxşıdır və ən birinci çatdırılan məhsulum da odur. Ona görə 10 üzərindən 10. İlk 10-umuzu verdik. Təbriklər. Şık. Klinikdən, məndə klinik var. Səyahət boyudur deyə mən bunu aldım. Bu nəmləndiricini istifadə edirəm hal-hazırda. Yəni dünyanın ən gözəl nəmləndiricisidir. Etiraz eləyən varsa, xahiş edirəm eləməsin. Çox qəşəng nəmləndiricidir. Çox qəşəng nəmləndiricidir. Yəni bayılıram desəm yalan olmaz da buna. Yves Rocher'dən bir nəmləndirici əl kremi almışam. Deməli mən indiyənə qədər bir çox nəmləndirici əl kremləri istifadə eləmişəm. Hətta hər qiymətə, 5 manata, 3 manata, 100 manata, 80 manata, 20 manata, hər qiymətə. Ən bəyəndiyim indiyənə kimi Massimo Dutti markasının əl kremləri idi. Endirimdə keçən il dekabr ayının endirimində səhv eləmirəmsə almışdım. 1+1 qutunun içində 2 əl kremi var idi. Endirimə 30 manata düşmüşdü. O əl kremlərindən sonra mən başqa əl kremi istifadə edə bilmədim. Çünki mənim əllərim quruyur. Çox bəyənirdim. Hələ ki onu keçən olmayıb. Ona görə hər cürə əl kremlərini yoxlayıram. Deməli Yves Rocher'in bir dənə sadə dodaq balmını almışam. Çünki dodaqlarım qış olan kimi başlayır çatlamağa və məndə də bir xassiyyət var ki, dodaq çatladısa onu qurdalamaq lazımdır, qopartmaq lazımdır, qırmaq lazımdır falan. İndi bu əl kremini mən qabağıma çıxdı. Ona görə aldım ki, Massimo'dan sonra ən çox bəyəndiyim əl kremi Yves Rocher'in əl kremləridir. Çox keyfiyyətli, çox gözəl, yəni çox nəmləndiricidir də, yəni çox bəyənirəm. Ona görə bu endirimdə idi. Bu fürsət deyib bir dənə də bundan sifariş elədim. Balm 187 lira 42 kuruş, əl kremi də 202 TL 42 kuruş. İkisi də endirimdə idi. Bir dənə sağ olsunlar. 2 dənə belə bir saçım bir şampun, bir dənə də baxım kremi olaraq bu boyda bir testerlar yollayıblar. Sağ olsunlar. Ən istifadə elədiyim, bəyəndiyim məhsul saç məhsulu şampun olaraq Olaplex-lə Morphos istifadə edirəm. Dəyişik vaxtlarda, dəyişik günlərdə. Çünki bilirsiniz də bir şampunu badal 3 ay istifadə eləmək olmaz. Saç dibləri o saç şampunu öyrəşir. Ona görə saçda yağlılıq yaranır. Mənim də bir çox videomda görə bilərsiniz ki, saçım yağlı görünür. Halbuki yağlı deyil, təmizdir. Sadəcə yuxarıdan ağ işıq vuranda və yaxud da ki, saçımı kraskalatdırmaq vaxtı gələndə onda elə görünür. Nəysə, sıradakı qutumuz. İçində bu qədər məhsulla bizi qarşılayır. Dünyanın ən gözəl lifter glossu. Yəni etiraz eləyən olmasa, xahiş edirəm. Dünyanın ən gözəl glossu Maybelline New York. Çox sevirəm. Yəni çox sevirəm. Əgər bir glossu belə çıxardırsam və burdan belə aşağı doğru axmırsa, demək ki, o gloss keyfiyyətli glossdur. Buna baxın. Wow. Deməli, görməmiş Arzu, bəli, səyahət boyu 3 dənə turjunu sifariş edib. Çünki niyə də olmasın? Çünki görməmişdir Arzu xanım. Bunları da sökək. Və mən son zamanlarda balaca boy, səyahət boyu, tester boy deyək də, turjları çox sevirəm. Çünki sumkaya at çıxdı, çox rahatdır. Ona görə bunlar ayrı-ayrılıqda endirimdə idilər. Necə satılırdı? Deməli, məsəl üçün bir gloss, üstə gəl bir dənə turj, qiyməti filan qiymət. Baxın, indi sizə deyəcəm. Bu plus bayaqki lifter gloss 300 TL 58 kuruş. Sonra bu teleskopik maskara, bir dənə də qaş sabitləyici 477 TL 70 kuruş.
Yenə bu 3 dənə də bundan hərəsinə bir dənə düşür. Üstə gəl mənim ən sevdiyim rumiana 330 TL 72 sent belə bu şəkildə satılır. 72 kuruş bu şəkildə satılırdı. Bu Sky High ona görə çox bəyənirəm ki, bunun fırçası çox rahat elastik gördüyünüz kimi və kipriklərə çəkəndə kiprikləri dəndən eləyir və uzadır. Uzatma effekti var mənə görə. Mən bəyənirəm ona görə. Yəni köhnələrdən də belə deyək, köhnə oldlardan. Bunları yoxlamamışam və elastikliyi də yoxdur. Sadəcə bunun forması gördüyünüz kimi belə kipriyi daha rahat qıvırmaq üçündür deyə düşünürəm. İçlərində çox azdır bu arada, onu da deyim. Tester boylardır. Normalda belə bir şeyləri Avropada bilirsiniz ki, alış-verişin yanında hədiyyə verirlər. Bunları yoxlayıb sizə bir şey deyərəm. Amma Lush Sky High-la Maybelline New York'un glossuna 10'da 10 demək istəyirəm və səyahət boyudur deyə lap belə ləzzət eləyir mənə. Çünki makyaj çantam bu boydadır və onun içində bu qədər səyahət boyu şeylər yığanda hələ də boş yer olur. Bu məni çox sevindirir. Superlock dünyanın ən gözəl sabitləyicisidir. Gördüm ki, kampaniyadadır, mesaj da gəlib, endirimdir. Videoya da uyğundur. Dedim alım. Çox qəşəng sabitləyicidir. İstifadə eləməmisizsə nə olar yoxlayın. Qiyməti çox uyğundur. Qaşları çox gözəl sabitləyir. Yəni makyaj yuma gelinlə belə zorla çıxardırsan qaşlarını. Bəzi sabitləyicilər necədir? Çəkirsən, burada ağ-ağ qalır, bura belə yapışır. Yəni bunda elə bir şey yoxdur da. Yəni yoxlamağınız lazımdır. Bir də teleskopik maskara. Teleskopik maskaranda, yəni bilirsiniz ki, trenddir də, trend idi. İstifadə eləməyən qalmamışdı. Influencerlər. Yəni biz də aldıq, istifadə edib, bəyəndik. Yenə gördüm, dedim birini də alım. Yəni mənim bir tuş xəstəliyim var. Evdə olmayan tuş yoxdur. Bir gün evdə olan ən sevdiyim məhsulları da sizin üçün göstərərəm. Yəni bu da hamının, çox adamın istifadə elədiyi, bəyəndiyi o ənlikdir. Bu belə zərlidir, highlighter kimidir. Bu rəngi gəlmişdi mənə mesajda və endirimdə olan bu rəngi ilə, ona görə bunu yoxlamaq istəyirəm bu dəfə. Sıradakı Evelyn markasının bir göz qələmidir. Gördüyünüz kimi mənim boydadır. Bunu deməli açaq. Aha, açdım. Rəngi çox qəşəngdir axı. Yağ kimidir. Notdan sonra ilk dəfə başqa bir qələm yoxlamaq istədim. Və getmir. Baxın, çox az gedir. Görürsünüz? Bir də özünün qapağında qələm yonanı var. Bu da mənim keçmişləri yada saldı. Bibilərimin, mamalarımızın makyajlarında, kosmetikalarında var idi. Keçmişdə yadınıza gəlir. Qapağı qələm yolan şəklində. Bu da eynələ idi. Dedim ki, al getsin eynə, gedir səndən. De belə. Hop. Çox şirindir məncə. 144 TL idi karandaşın. Karandaş çox bəyəndim bu arada. Sabitlənir. Çox tez sabitlənir. Çox yaxşıdır. Qiymətini də 144 TL olduğunu nəzərə alsaq, bu boyda olduğunu, qələm yolanın da üstündə olduğunu nəzərə alsaq, məncə 10'da 10. Və onu da deyim ki, sizə Kiko'nun bu tənini çəkmişdim ya qoluma. Yəni çox az qalıb da, demək olar ki, dərimdə silinib gedib. Ona görə onda neçə bal vermişdim bilmirəm, ondan bir 2 bal kəsin. Çünki əgər keyfiyyətli qalıcılığı yoxdursa, mən onu istifadə etməliyəm ki. Evan markasından pomada, bir dənə də tuş almışam yoxlamaq üçün. Evan markasını sevdiyimi heç kəs deyə bilməz. Rəngi bu gloss pomada olaraq gedir. Yəni tək pomada deyil, həm də glossdur deyilənə görə. Bunu indi yoxlayaq. Çox rozvu rəngdədir. Bu qədər rozvu gözləmirdim də. Bu qədər rozvudur da. Yəni hələ mən yaydım. Dodaqda indi bu qədər çox yayılmır da. Çox bəyənmədim. Bu da onların tujlarıdır. Bütün tujları yoxlamışıq. Evan qalıb da, dedik Evan da yoxlayaq. Bu niyə bu qədər qalındır? Görürsünüz bunun fırçasını, nə qədər qalın olduğunu. Baxın. Barmağım qalınlığındadır, görürsünüz? Gözümə soxaram mən bunu istifadə edəndə. Bir də içində sanki az deyə belə boş hiss elətdirir. Yəni belə. Bunu da yoxlamamış heç nə deyə bilmərəm, amma qabının böyük olub, fırçasının bu qədər böyük olmağı məncə çox diskomfort hissi yaradacaq. Bunu buradan götürək, bura qoyaq. Bir pomadası, gloss pomadası 239 TL 99 kuruş, yəni 240 TL. Tuju da 195 TL 90 kuruş, yəni 196 TL. Tujuna qiymət verə bilmərəm, yoxlamamışam, amma pomadası tez gedir, qalmır, qalıcılığı yoxdur. Zəri çox azdır, gloss kimi belə yaş effekti yoxdur. Pomada kimi də deyil, gloss kimi də deyil. Rəngi də belə də, yəni 5, 6, olsun 6.
pH Lab'in gecə maskasını sifariş eləmişəm. Gecə yatmamışdan qabaq üzümüzə çəkirik. Nazik bir təbəqə olaraq uyğulayırıq, quruyur, yatırıq. Duranda üzümüzdə olur, klonka formasında. Üzümüzdə kolageni, vitamin C-ni, glisamini, seramidi artırır. Gördüyünüz kimi bu maskadır. Bu boyda. Oy, bu boyda. Bu da onu istifadə eləmək üçün silikon. 480 TL endirimdən bunun qiyməti. Sırada 2 qutumuz qalıb. Birinci notu açmaq istəyirəm. Çünki notun içində bir neçə məhsul olduğunu bilirəm. Notdan almışam 1 ədəd ənlik, toz ənlik. Rumyana yəni. Məncə notun qablaşdırmaları çox qəşəngdir və not qiymətinə görə çox yaxşı bir kosmetik markadır deyə düşünürəm. Yəni bu rəng bir toz ənlik. Az pigmentli. Çox az pigmentlidir. Yəni bu formadadır. Aşağısında da yenə dediyim kimi istifadə etməyəcəyimi düşündüyüm belə bir fırçası var. Amma qablaşdırması şirindir və balacadır. Yenə dediyim kimi. Əgər keyfiyyətli olsaydı bunu özümdən aparacaqdım. Amma məndə Rare Beauty-nin balaca bir ənliyi var, likit ənliyi. Onu aparacağım yəqin ki. 171 TL 51 kuruş notun ənliyini. Alıcılığını da göz ardı eləməsək, toz ənliyi olduğunu, qablaşdırmasını falan, onun üzərindən 4. Çünki qalıcılığı çox zəifdir, üst-üstə vurmalısan. Demək ki, gün ərzində o qalmayacaq. Sonra bir dənə lip corrector, rəng eşitləyici gedir. Nəmləndirici, rəng eşitləyici. Belə buradan açırıq. Gördüyünüz kimi, gördünüz. Sonra bunu dodağımıza istifadə edirik. Yəni, dərman fason bir şeydir. Ucunda belə tük fırçası var. Bildiyiniz dərman dadı verir. Elə bir dodağıma dərman çəkdim. Çox iyrənc. Bilmirəm nə təsiri var. Bunu yoxlayıb bilə bilərəm. 167 TL-dir. Təsirini yoxlayıb deyə bilərəm ki, necə bir effekti var. Sonra bir ədəd notun yeni il qabağı almışam deyə, yeni il üçün almışdım əslində. Bu rəng pomadası var. Xeyli də gedə bilər. Mən bu rəng pomadaları çox istifadə eləmədiyim üçün 1-2 dəfə istifadə edəcəm. Bu gedəcək xeyli. Qablaşdırması notun çox klassdır. Kiko ilə notun qablaşdırmaları, qara qutuları çox bəyənirəm. Sonra notun mağazasının içindən gəlmişdi mənə Kalesta. Daha doğrusu bunları sifariş edəndən sonra mənə əlavə olaraq Trendyol mesaj göndərtdirmişdi Kalesta markasından. Bir dənə belə ağ zərli qələm. Gördüyünüz kimi sifariş eləmişəm. Rəngini də göstərim. Highlighter kimidir. Baxın, ağ zərli qələmdir. Qəşəngdir, qalıcılığı yaxşıdır, sabitlənir istifadə edən kimi. Sanki çox lak istifadə edirmişcəsinə, dırnaq boyası istifadə edirmişcəsinə, dırnaq istifadə edirmişcəsinə özümə Kalesta markasının yenə bir dənə bu cürünə belə şəffaf kremsi rəngində lakını sifariş eləmişəm. Ucuz idi deyə. Çox boya iyi gəlir də bundan. Qiymətləri də deməli karandaş 77 TL 64 kuruş, dırnaq boyası 57 TL 07 kuruş. Bu da pomadada 167 TL 24 kuruş. Yəni belə. Gəlin bunun da rənginə baxaq. Onsuz da əlimizdə, ayağımızda yer qalmayıb. Wow. Baxın. Məncə də wow. Ağzı da nə qəşəngdir, qırmaq istəmirəm. Nəysə, bunu da bəyəndim. Qalıcıdır ya özdə. Görürsüz. Barmağıma baxın. Kimsə döyüb elə bilmir. Okay, bu məhsullardan pomadaya iyi də qəşəng olduğuna görə 7. Karandaş çox qəşəngdir. Zərli, sabit, ağ. 8. Bu heç. Dırnaq boyasına da, yəni dırnaq boyasını da yoxlayaq da gəlin bir yerdə. Görək o qiymətə necə keyfiyyəti var. Sizin üçün istifadə edirəm, qədrimi bilin. Şəffaf lakdır, sadəcə bir azca dəri rəng fasondur, krem fasondur. O da dırnağı belə yaxşı göstərir. Belə şey deyil, saydam deyirlər, saydam, ipək kimidir çəkəndə. Yəni belə üst-üstə çəkəndə qırış-qırış qalmır. Belə, görürsünüz? Yəni, pis deyil. Buna da 4-dən zaten 5-dən verə getsin. Və sonuncu qutumuz bitdi. 2 ədəd L'Oreal Paris'in dəri qulluğu üçün serumunu hədiyyə eləyiblər. Və NYX'in bu Dark Plumpları bilirsiniz yəqin ki. Dark Plump'ını sifariş eləmişəm. Onun da qiymətini bu dəqiqə sizə deyirəm. Dark Plump bu formada açılır. Yəni çox kremsi. Yoxlayaq.
Çox kremsi, karandaş kimi, pomada kimi istifadə edə bilərsiniz. Rəngi də çox qəşəngdir. Bunu da almışam. Bunu da 310 TL-yə düşmüşdü, ona görə almışam. Ümumi verilən testerlər. Bu qədər və bu krem. Başqa hansısa bir məhsulları yoxlamağımı istəyirsinizsə, hər hansısa bir baxım və yaxud da ki, makiyajla bağlı nəsə istəyirsinizsə, mən sizin üçün onu çəkib göstərə bilərəm. Ümid edirəm ki, yararlı bir video oldu, bəyəndiniz. Sizləri sevirəm, öpürəm, bağrıma basıram. Görüşərik gələn videolarda. Bu videoları bəyənirsinizsə, like qoyub kommentlərdə mənə bildirməyi unutmayın ki, mən sizə bu tip videolardan daha çox çəkim. Görüşərik. Bye bye.